Fəsil 12. Səhər işə başlayan kimi Samirə başa düşdü ki, dəhlizdəki addım səslərinə qulaq kəsilir. Sanki Rüstəmin gələcəyi anı tutmağa çalışır. Ona görə də o hamı ilə gümrah salamlaşıb, birbaşa onun kabinetinə yönələndə heç təəccüblənmədi. Rüstəm qapının ağzında bir anlığa dayandı. Sanki onu baxışları ilə içinə çəkmək istəyirdi. Sonra başını yüngülcə silkələdi, güya bu haldan ayılırmış kimi və əlindəki bağlamanı ona uzadaraq danışdı. Salam, sənin üçün bir hədiyyəm var, balaca bir şey. Bir quş pıçıldadı ki, sən kəsilmiş gülləri sevmirsən, yalnız canlı olanları, bağçada ya da çiçəkliyin üstündə. Düzü buna heç təəccüblənmədim. Sən adi bir gül dəstəsi ilə yaxınlaşılacaq qızlara bənzəmirsən. Mən artıq o quşun adını təxmin edirəm, deyə gülümsəyərək bağlamanı açdı. Həyat dərsi ilə, deyə yeni kitabın üz qabığını barmaqları ilə sığallayaraq oxudu. Çapdan yenidir. Birinci nüsxədir, sənin üçün. Sadəcə dedi Rüstəm. Çox sağ ol. Bu gül dibindən qoparılmış istənilən çiçəkdən 100 qat yaxşıdır. Sadəcə balaca bir problem var. Rüstəm qaşlarını qaldırdı. Qorxuram ki, təkcə evdə yox, burada da rəflər düzəltdirməli olacaqsan, dedi Samirə, kabinetə mənalı baxış ataraq. Bu problem deyil. Sənin üçün bütün divarı kitab rəfləri ilə doldura bilərəm. Samirə gözlərini aşağı saldı. Biraz utanmışdı. Bu diqqət onu hələ də həm təəccübləndirir, həm də sevindirirdi. Rüstəm çıxarkən qapıdan dönüb dedi. Xoşuna gəldiyinə sevindim. Samirə işdən adi vaxtdan gec çıxdı. Gülümsəmə hələ də üzündən getmirdi. Gün yaxşı keçmişdi. Rüstəm gün ərzində tez-tez onun yanına dəhanələrlə baş çəkmişdi və bu içində xoş bir şey oyadırdı. O isə işdən tez çıxmışdı. Hansı isə işləri var idi. Üstəlik, Ayseli rəqs dərnəyinə aparmalıydı. Və birdən Samirə yerində donub qaldı. Onun maşınının yanında kapota söykənmiş halda Nərmin dayanmışdı. Hündür dabanlar, qüsursuz saç düzümü, mükəmməl makyaj, jurnal üz qabığından çıxmış kimi. Soyuq, qiymətləndirən baxış Samirənin üzərində gəzişdi. Görürəm artıq onun dayanacağına da göz qoymusan, kəskin dedi, maşını işarə edərək. Ciddi cəhdlə hər şeyi öz əlinə almağa çalışırsan. Samirə tələsmədi, cavab vermədi. Nərminin danışmasına imkan verdi. Onu anlamağa çalışdı. Sadəcə səni xəbərdar etmək istəyirəm, Nərmin davam etdi. Qızımdan və ərimdən uzaq dur. Keçmiş ərimdən, Samirə sakitcə düzəltdi. Aysel isə möhtəşəm bir uşaqdır. Onunla vaxt keçirmək mənim üçün xoşdur. Elə məsələdə bundadır, xoşdur, Nərmin buz kimi təbəssümlə dedi. Amma unutma, onun anası var. Mən bunu çox yaxşı xatırlayıram və kiminsə yerini tutmağa çalışmıram. Rüstəm isə yetkin insandır və kiminlə ünsiyyət quracağını özü bilir. Nərmin bir addım yaxınlaşdı. Səsi sakit, amma zəhərli idi. Doğrudanmı düşünürsən ki, o sənin kimi adi biri ilə maraqlana bilər? Özünü aldatma. Biz ailəyik. Sən isə sadəcə fon. Keçici bir məşğuliyyət. Samirə bir anlıq susdu. Sonra başını qaldırdı, baxışları sakit, amma möhkəm idi. Əsl ailələrdə 5 il yoxa çıxmırlar. Rüstəm bir dəfə artıq içi boş, gözəl qabığa aldanıb. Düşünürəm ki, bu dərsi artıq öyrənib. Nərmin dodaqlarını sıxdı. Gözlərində nəsə titrədi. Qəzəb ya da ağrı. Samirə dəqiq anlaya bilmədi. Cəsarətlisən, görək nə qədər davam edəcək, deyib dönərək dabanlarının səsi altında uzaqlaşdı. Samirə addımların səsi kəsilənə qədər yerindən tərpənmədi. Sonra maşına minib sürkən arxasında bir müddət hərəkətsiz qaldı. Qorxudan yox, zəiflikdən yox. Sadəcə anladı ki, ona müharibə elan olunub. Bu müharibəyə girməyə dəyərmi, yoxsa geri çəkilmək lazımdır? Gözlərinin önündə Rüstəmin üzü canlandı. Baxışı. Aysel onların arasında.
və ürəyi daha sürətlə döyündü. Yaxşı, müharibə müharibədirsə, dəyər. O buna dəyər, pışıldadı. O çoxdan bilirdi. Həqiqətən dəyərli olan şeylər asan başa gəlmir və geri çəkilmək fikrində deyildi. Telefon zəngi onu fikirlərindən ayırdı. Ekranda Rüstəm yazılmışdı. Amma qulaqda yutşaq səsi eşidildi. Samirə, bilirsənmi ki, ata 1 sentyabr üçün bizə sürpriz hazırlayıb, amma heç gürə demir, nədir? Onu danışdırmağın bir yolu varmı? Bilmirəm, cəhd edə bilərəm, amma onda sürprizsiz qala bilərik. Aysel bir an düşündü. Telefonda Rüstəmin gülüşü eşidildi. Sonra qız ciddi səslə soruşdu. Onu rahat buraxmaq üçün başqa arqumentlərin varmı hökm verməzdən əvvəl? Bəli, xanım, yəni, cənab, yəni mis, güldü. Təklif edirəm ki, sorğunu davam etdirək. Əgər dözə bilməyib, ağzından qaçırsa, bizi zooparka aparmalıdır. Qəbul olundu, köməyə görə sağ ol. İndi isə gedib, onu mənim yatmağıma kömək etməyə məcbur edəcəm. Gecən xeyrə qalsın, canım. Aysel artıq kəsilən telefona pışıldadı. Bu söhbət ona güc verdi. O maşını işə saldı və evə doğru sürdü. Bilirdi ki, qarşıda çətinliklər var. Amma geri yol artıq yox idi.